26 nömrəli fizika, riyaziyyat və informatika təmayüllü məktəb lisey ön sıralarda yer alan təhsil müəssisələri arasındadır. 1562 nəfər şagirdin təhsil aldığı məktəbdə 104 müəllim çalışır. Məktəb istər yerli, istərsə də beynəlxalq təhsil və idman tədbirlərində layiqincə təmsil olunur. Bu günlərdə təhsil ocağının şagirdləri daha bir uğura imza atıblar. Tarix fənni üzrə Respublika Fənn Olimpiyadasında yüksək nəticə göstəriblər. 8-ci sinif şagirdlərindən Sona Əhməd Gümüş, Muhammed Əli Hüseynli isə bürünc medal qazanıb. Bu nailiyyət onların fənnə olan dərin marağının və müəllimlərinin işə peşəkar yanaşmalarının nəticəsidir. Mən Respublika Fənn Olimpiyadasında tarix fənni üzrə gümüş medala layiq görülmüşəm. Aşağı yaşlardan tarixə olan marağıma görə bu müsabiqədə iştirak etmişəm və bu uğuru əldə etmişəm. Mənə dəstəyinə görə bütün məktəb rəhbərliyinə və müəllimlərimə təşəkkür edirəm. Bu 2024-2025-ci illərdə keçirilən RFO-da bürünc medala layiq görülmüşəm. Ümumiyyətcə 5-ci sinifdən bəri mən tarixə çox böyük marağım olubdu. Yəni buna görə də elə RFO-nun tarix fənni üzrə müsabiqədə iştirak etmişəm. Gələcəkdə mən hüquqşünaslığa daxil olmaq istəyirəm ixtisas olaraq. Direktorumuza, mənə dəstək olan ailəmə, müəllimimə təşəkkürümü bildirirəm. Məktəb liseyin daha bir şagirdi 11 illik tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında maksimum nəticə imza atıb. Nəzrin Abbasova 300 bal toplayıb. Bu il keçirilmiş buraxılış imtahanına maksimum bal toplamışam. Hər bir 11-ci sinif şagirdin arzusu olan ali məktəbə qəbul olmaq yolunda ilk addımlarımı atmışam. Bu yolda mənə dəstək olan valideynlərimə, müəllimlərimə hər birinə təşəkkür edirəm. Mən informatika təhlükəsizliyi üzrə hazırlaşıram, informatika ixtisaslarını vermək istəyirəm. Məktəbin direktoru Vüsalə Səfərova şagirdlər və onların valideynləri ilə görüşdə əldə olunan uğurları yüksək qiymətləndirib. Bildirib ki, qazanılan nəticələrdə fənn müəllimlərinin rolu böyükdür. Eyni zamanda Respublika fənn müsabiqələrində Lütfizadə adına fənn məntiq olimpiyadasında da 4 nəfər şagirdimiz final mərhələsinə vəsiqə qazanıblar. Onlar bu ayın 30-da final mərhələsində iştirak edəcəklər. Əminəm ki, medalla məktəbimizə qayıdacaqlar. Gələcəkdə təbii ki, bu uğurlarla biz yetinməyəcəyik. Belə şagirdlərimiz var. Ümumiyyətlə 26 nömrəli fizika, riyaziyyat, informatika təmayüllü məktəb liseyin güclü komandası var. Bunlara həm valideynlər dəstək olur, həm şagirdlərimiz potensiallıdır. Bu səbəbdən əminəm ki, bizim gələcəkdə də uğurlarımız davam edəcək. Məktəb olaraq, komanda olaraq isə tək amalımız vətənimizə, millətimizə layiqli şəxsiyyətlər yetişdirməkdir. 26 nömrəli məktəb liseyin şagirdləri davamlı olaraq müxtəlif səviyyəli beynəlxalq fənn müsabiqələrində, olimpiyadalarda, layihələrdə uğurla iştirak edir və yüksək nəticələr göstərirlər.